İran üzərində çox ciddi bir oyun gedir. Yəni bu oyun nədir? Bu əslində o bizdən asılı olmayan, bizi aşan bir oyundur. Oyun nədir? Bilirsiniz ki, İranda bir 6-7 belə deyək, çox önəmli etnik qrup var. Çox önəmli etnik qrup deyəndə bu etnik qrupların bir də xaric elə bil uzantısı var. Nə mənada? Mən o diaspora mənası, mənasına demirəm, oradan çıxıb gedib o xaricdə yaşayır. Yəni Azərbaycanlılar orada var, burada var. Türklər orada var, burada var. Türklər orada var, burada var. Ərəblər var, sonra Bəluçlar var, Türkmənlər var. 6 dənə elə dövlət var, yer var. Azərbaycan, Kürd, Ərəb, Bəluç, Türkmən, Farsların özü biri də var idi. İndi yadımdan çıxdı, o da yadıma düşəcək ki, indi bunların da hər biri əslində davamıdır. Məsələn, deyək ki, biz Azərbaycan, Cənubi Azərbaycanın davamıdır. Kürdlər, o deyək ki, İraqdakı kürdlərin davamıdır. İndi sonra Bəluçların davamıdır. Türkmənlər, Türkmənlərin davamıdır. Pakistan'da bir hissəsi olan. Bəli. Yəni bu da niyə belədir? İranı elə bölüblər ki, İranı ingilislər elə bölüblər ki, hər bir dövlətdən bir hissə saxlayıblar orada. Niyə? Onu rahatlıqla bölsünlər, rahatlıqla balacalaşdırsınlar, rahatlıqla dağıda bilsinlər. İran həddini bilməlidir. Həddini bilməsə onu paramparça eləyəcəklər. Onun paramparça eləməsinin də əsasları var. Məsələn, Cənubi Azərbaycan bizim can qardaşımızdır. Biz Cənubi Azərbaycanda tökülən qana seyirci qala bilmərik. Bunu Azərbaycanlılar da eşitməlidir. Öküzü salırlar ortaya, yekə öküzü. 10 dənə, 15 dənə adam əlindən nizə ilə düşürlər bu öküzün üstündə, biri oradan bıçağı vurur, biri buradan xəncəri vurur, beləcə bu öküzü öldürürlər. Buna deyirlər matador taktikası. O İranı da matador taktikası ilə öldürəcəklər. Onu da özü elə deyirlər ki, sən istəsən də onunla vuruşmalısan, istəməsən də. Niyə? Onların içərisindəki agentura şəbəkələri ilə. Bax, bizlə nə işi var? Oturmuşduq yerimizdə, ona dəstək verirdik, prezident götürüb o Pezişkiyana məktub yazıb. Xamenei üçün başsağlığına səfirliyə getdik. Yeganə liderli dünyada. Bunları adam yerinə Xoşniyyət göstərir. Nəzakət göstərir. Qonşuluq eləyir, dostluq eləyir. Prezident elə bilir bunlar adamdır, dövlətdir. Ta demir ki, bunlar dövlət deyil. Bunlar nə bilim Afrikanın cəngəlliyi ilə tutub gətirib ötürüblər İrana. Mən müxalifətçiyəm, mənə icazə ver, danışım. Buyurun. Yəni, vallahi bu imkan vermir, bir görün. Yox, niyə ki? Yox, buyurun. Yəni, indi nə olacaq? Və elə eləyiblər ki, sən istəsən də, istəməsən də o müharibəyə cəlb olunursan. Məsələn, bizi o müharibəyə necə cəlb eləyirlər? PKK-nı silahlandırıblar, 6 dənə Kürd partiyası, üzrə bunların da hamısı silahlı Kürd partiyasıdır. Orada Urmuda qətliam törətməyə başlayacaqlar. Əlbəttə biz İrana qoşun yeridəcəyik. Biz məcburun. Özdə baxın. Biz soydaşlarımızı taliyin evindən ata bilmərik ki, nədə bu cənab prezident dedi ki, ümid verdi Azərbaycan. Mən sənlə savaşacağım, Pezişkan qalacaq orada. Bax, qulaq as. Deyirsən, niyə Naxçıvandan? Bilirsən, niyə Naxçıvandan başladılar? Urmu hara yaxındır? Naxçıvandan Səyrətdir. Naxçıvana onlar... Qərbi Azərbaycan düzdür. Onlar qəsdən Naxçıvana atırlar. Niyə? Çünki onların o şeyləri var, oradakı o, belə deyək, hərbi hissələri var. Onlar da PKK-nın əlindədir.